Soruşurlar ki, nə üçün bütün dinlər, bütün peyğəmbərlər eyni ərazidə olur? Salam. Əvvəla bu ki deyirlər, bütün peyğəmbərlər eyni ərazidə olub, bu düz fikir deyil. Quran-ı Kərim Nəhl surəsinin 36-cı ayəsində buyurur: وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Ey Peyğəmbər, biz hər xalqa tək olan Allaha ibadət edin və həddi aşanlardan uzaq durun deyə elçi göndərdik. Həmçinin Quran-ı Kərim Fatir surəsinin 24-cü ayəsində buyurur: İnna ərsalnəkə bil haqqi bəşirən və nəzira və in min ümmətin illa xalə fiyhə nəzir. Ey Peyğəmbər, biz səni haqq olaraq müjdə verən və qorxutmaq üçün göndərdik. Keçmişdə hər ümmətdə, hər xalqda bir qorxudan olmuşdur. Deməli, bütün xalqlara, bütün ümmətlərə Peyğəmbər və ya qorxudan gəlib. 2. Quran-ı Kərim Nisa surəsinin 164-cü ayəsində buyurur: Və rusulən qad qasasnahum aleykə min qabl və rusulən ləm nəqsushum aleyk. Ey Peyğəmbər, daha öncə sənə haqlarında danışdığımız və danışmadığımız peyğəmbərlər göndərdik. Deməli, nə qədər peyğəmbərlər olub ki, onların barəsində bizim məlumatımız yoxdur. Bu 2. 3-cü, hədisdə var ki, hədisi danışan şəxs deyir, Peyğəmbərdən soruşdum, ey Allahın Rəsulu, neçə nəfər peyğəmbər olub yer üzündə? Peyğəmbər cavab verdi, 124 min nəfər peyğəmbər olub. Dedim, həmin peyğəmbərlərin neçəsi mürsəl olub, yəni əsas aparıcı peyğəmbərlər olublar? Buyurdu, 313 nəfəri. Yəni, peyğəmbərlərin, yəni Allah Taala'nın göndərdiyi peyğəmbərlərin əksəriyyəti təbliğ elçisi olublar və əsas peyğəmbərlərin sözlərini insanlara çatdırıblar. 4-cü, peyğəmbərin hər yerə getməsi vacib deyil. Əsas olan budur ki, onun bildirişləri, ismarışları və təlimləri hər yana yayılsın. Necə ki, sevimli Peyğəmbərimiz Həzrəti Muhammed sallallahu aleyhi və ali o vaxt müxtəlif ölkələrə, Romaya, Bizansa, İrana, Misirə, Həbəşəyə məktublar göndərdi və yaxud İsa Peyğəmbər öz dövründə müxtəlif ölkə və şəhərlərə, diyarlara şagirdlərini, yəni həvariləri göndərirdi. 5-ci, 124 min peyğəmbərin təxminən 60 nəfəri haqqında Quran və hədislərdə məlumat verilib. Amma qalan 123.940 nəfər peyğəmbərin barəsində məlumat gəlməyib və biz onların heç adlarını da bilmirik. 6-cı, amma bu ki deyirlər, nəyə görə böyük mədəniyyət və sivilizasiyaların, böyük dinlərin beşiyi yaxın şərq olub? Səbəbi budur ki, yaxın şərq bəşər mədəniyyətinin meydana gəlmə mərkəzidir. Yaxın şərq qədim dünyanın qovşağı idi. Asiya, Afrika və Avropa yolları burada birləşirdi. Babil, Misir, Şam, Hicaz, Fələstin kimi bölgələr yazı, dövlətçilik və dini ənənələrin güclü olduğu yerlər idi. Buna görə də orada gələn peyğəmbərlərin xəbəri tarixdə daha çox qalıb. Onlar yaşadıblar onların peyğəmbərlərin təlimlərini. Həmçinin bunu da qeyd eləməliyik ki, insanlar inkişaf etdikcə daha yaxşı və daha çox qayda və qanunlara ehtiyac yaranıb. Buna görə də o böyük dinlər burada daha geniş yayılıblar. 7-ci, Çin, Hindistan, Avstraliya, Yaponiya və başqa ərazilərdə hikmətli şəxsiyyətlər, əxlaq müəllimləri və tövhidə yaxın fikirlər olub. Amma zaman keçdikcə onların gətirdiyi təlimlər dəyişib.
fəlsəfəyə, əfsanəyə və ya bütpərəstliyə qarışıb. Bununla belə ilahi təlimlər müxtəlif formalarda hələ də həmin diyarlarda yaşayır və hətta orada bəzi məşhur tarixi şəxsiyyətlərin peyğəmbər və ya peyğəmbərin nümayəndələri olması barədə hədislərdə sözlər də mövcuddur.